Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan cisimlərin istidən genişlənməsi mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda bizə deyilir ki, şəkildə yay və qış aylarında elektrik naqillərin vəziyyəti təsvir olunmuşdur. Sizcə bu fəsillərdə fərqli vəziyyət almasının səbəbi nədir? Biz bugünkü dərsimizdə öyrənəcəyik ki, cisimlər istidən genişlənmə xüsusiyyətinə malikdir. Birinci halda elektrik xətləri sallanmışdır, ikinci halda isə tam gərgin vəziyyətdədir. İstidən yay fəslində adətən elektrik xətləri genişləndiyindən, yəni istidən genişlənmə baş verdiyindən elektrik xətləri sallanır. Amma qış fəslində doğru getdikcə elektrik xətləri soyuqdan genişlənmədiyindən və burada gərginlik yaranır. İkinci şəkildə deyilir ki, metal körpülərin yük daşıyan hissələri hərəkət edə bilən dircəklər üzərində yerləşdirilir. Bunun səbəbi odur ki, bunlar istidən genişlənmə xüsusiyyətinə malikdir və nəticədə onlar toxunma, yəni kontakt baş verməsin. Dəmir yolu çoxsaylı polad relslərdən ibarətdir. Bunu görmüşük. Və nə üçün bu relslər arasında kiçik aralıqlar saxlanılır? Yenə də qatar keçən zaman burada istilik nəticəsində relslərdə genişlənmə baş verə bilər və genişlənmə zamanı bunlar arasında toxunma baş verməsin deyə bunlar arasında aralıqlar saxlanılır. Yay aylarında körpülər, dəmir yolu relsləri istidən uzanır, yəni genişlənir, qışda isə soyuqdan qısalır. Bu səbəbdən də relslər arasında uzanma və qısalma halları üçün boşluqlar saxlanılır. Metal konstruksiyalı körpülərin sərpəz ucları dircəklər üstündə birləşdirilir. Bəs bu nə üçün edilir? Həmçinin metal konstruksiyalı körpülərin bir tərəfində həm boşluq saxlanılır, həm də alt hissəsində dircəklər yerləşdirilir. Əgər boşluqlar olmasa, metallar istidən genişlənməsi körpüləri dağıdar və dəmir yolu relslərini isə əyə bilərdi. Həmçinin neft və qaz su kəmərinin bəzi hissəsində də borular düz deyil, pi formasında qaynaq edilir. Bunun səbəbi isti yay günlərində temperatur nəticəsində sürətlənən atom molekülları yavaşlatmaqdır. Belə bir təcrübə aparılmışdır sizin kitabınızda və deyir ki, həmin dilatometr qurğusu ağzı tıxacla bağlanmış kolbadır. Tıxaca içərisində rəngli olan su damcısı əyilmiş şüşə boru keçirilmişdir. Biz əgər onu əlimizlə qızdırsaq, bu zaman damcının hərəkət etdiyini müəyyən edə bilərik. Bunun səbəbi isə həmin burada qızdırılan zaman genişlənmənin baş verməsidir. Niyə əllərimizi kolbadan kənarlaşdıqda damcı yerini əks istiqaməti? Bu zaman əllərimizi uzaqlaşdıran zaman temperatur azaldığından damcı da əks istiqamətə doğru hərəkət edəcək və bunun nəticəsində müəyyən edə bilərik ki, burada istidən genişlənmə, soyuqdan da sıxılma baş verir. Bərk cismin molekullarını sıx və nizamlı düzülüşə sahib olmalarının səbəbi onlar arasında güclü cazibə qüvvələri vardır. Bərk cisim molekullar arasındakı qarşılıqlı cazibə qüvvəsi böyük olduqda onlar öz mövqeləri ətrafında vibrasiya, titrəmə hərəkətləri edirlər. Maye molekullar isə bərk cisimlərə nəzərən daha seyrək yerləşmişdir. Bunun səbəbi isə onlar arasında cazibə xarakteri qüvvələri bərk cisim molekullarının arasındakı qüvvələrə nəzərən zəif olmasıdır. Qaz molekulları arasında qüvvələr isə maye molekullar arasındakı cazibə xarakterli qüvvələrə nisbətən nəzərə alınmayacaq dərəcədə kiçikdir. Bərk cisim və maye və qazın molekulyar quruluşunu görə bilərsiniz. Bunlar arasında fərqi də açıq-aydın şəkildə təyin edə bilərsiniz. Cismi qızdırdıqda onun molekullarının kinetik enerjisi artır, orta kinetik enerjisi. Kinetik enerjinin artması molekulların istilik hərəkətini artırır. Bu zaman molekulların öz həcmlərində demək olar ki, dəyişiklik baş vermir, lakin onlar arasındakı məsafə artır. Məsələn, bərk cismi qızdırdıqda molekulların titrəyişi, rəqsi hərəkəti şiddətlənir və bu hərəkət zərrəciklər vasitəsilə ötürülür və rəqsi hərəkət vasitəsilə zərrəciklər enerji bir zərrəcikdən digəri tərəfinə ötürülür və molekulların titrəyişləri şiddətləndikcə onlar öz yerləri ətrafında daha böyük amplitudda rəqs edir
və nəticədə zərrəciklər arasında məsafə artır və bərk cismin həcmcə genişlənməsi baş verir. Cismin soyuduqda isə əks proses baş verir. Molekulların istilik hərəkəti orta kinetik enerjilə azalır, çünki temperaturu azalır, kinetik enerji azalır. O zaman rəqsi hərəkət azalır. Rəqsi hərəkət azaldıqda rəqsi hərəkətin amplitudu da azalır və nəticədə bir-birinə molekullar yaxınlaşır və cisim sıxılmağa başlayır. Maye və qazlarda istidən genişlənmənin səbəbi odur ki, molekulların orta kinetik enerjisi artır və nəticədə geniş həcmə yerlərini dəyişə bilirlər. Cisimlərin istidən genişlənməsi zamanı aşağıdakı hadisələr baş verir. Cismi təşkil edən atom molekullarının sürəti artır. Cismi təşkil edən atom molekulları arası məsafələr artır. Cismi təşkil edən atom molekulların ölçüləri dəyişmir. Müxtəlif materialda istidən genişlənmə və yaxud soyuqdan sıxılma fərqlidir. Qazların istidən genişlənməsi bərk cisimlərin istidən genişlənməsindən təqribən 1000 dəfə böyükdür. İki bərabər uzunluqlu fərqli metalın, məsələn, mis və dəmir birləşməsinə biz bimetallıq zolaq deyirlər. Qızdırılan zaman mis dəmirə nəzərən daha çox genişləndiyindən o daha çox xaricə əyilir, görürsünüz. Daha çox xaricə əyilməsi baş verir. Əgər ikisi də bərabər genişlənsəydi, o zaman düz formada qalacaqdır. Amma bu şəkildə görürük ki, mis dəmirə nəzərən daha çox xaricə əyilmişdir. Və nəticədə burada görə bilərik ki, mis daha çox istidən genişlənməyə malikdir. Yanğın xəbərdarlıq siqnalı yanğının istiliyi nəticəsində bimetallik zolaq əyilir və dövrə qapanır. Nəticədə siqnal çalınır. Bimetallik zolaq maşında yanıb sönən istiqamət göstərən lampalarda rast gəlinir. Zolağın ətrafına sarınan sarğa sayəsində istilənir. Suyun, ümumiyyətlə belə bir fakt vardır ki, suyun ən maraqlı və ən mühüm xüsusiyyətlərindən biri də odur ki, o digər maddələrdən fərqli olaraq onun bərk halı maye halından daha yüngüldür. Ona görə də buz suyun üzərində qalır. Şaxtalı havada isə suyun səthi hava ilə təmasda olur. Bu zaman hava çox soyuq olduğundan istilik əvvəlcə səthdən çıxmağa başlayır və suyun səthi öz istiliyini havaya verir, soyuyur və nəticədə suyun səthi donur və buza çevrilir. Buz yüngül olduğundan suyun səthində qalır və biz bir müddət sonra görə bilərik ki, suyun səthi tamamilə donmuşdur. Amma suyun altında isə temperatur daha yüksək olur və nəticədə orada canlıların məhv olmasının qarşısını alır. Bununla yanaşı müəyyən edilmiş ki, suyun ən böyük sıxlığı 4 dərəcə Selsi olur. Yəni su maye halında daha böyük sıxlığa malikdir. Ona görə də suyun bu xüsusiyyəti həyat üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, dənizlərdə 4 dərəcə Selsi temperatura çatan su ən böyük sıxlıqlı maddə kimi dibə çökür. Buna görə də səthi buzla örtülən dənizlərin dibi daim maye halında canlıların yaşaya biləcəyi 4 dərəcə temperaturdadır. Qışla aylarında isə buz təbəqəsi ilə örtülən göl və çayların alt hissələri də həmişə eyni. Həyat üçün əlverişli temperaturda, yəni 4 dərəcədə olur. Cisimlərin istidən genişlənməsinin real həyatda tətbiqləri mövcuddur. Gəlin tanış olaq. Harda istifadə olunur? Yəni cisimlərin istidən genişlənməsi, məsələn, biz termometrlərdə görə bilərik. Müxtəlif növ termometrlər vardır, civə və spirt termometrləri. Məsəl üçün, misal göstərə bilərik. Bunlar istidən genişlənir və istidən genişlənmə zamanı civə və spirtin sütunu yuxarıya doğru qalxır və nəticədə biz bilirik ki, otağın temperaturunu müəyyənləşdirə bilirik. Hava şarlarında görə bilərik istidən genişlənmə. Belə ki, yəqin ki, müşahidə etmişsiniz ki, daxilindəki havanı qızdıran zaman hava istidən genişlənir. Genişlənən zaman havanın sıxlığı azalır. Yəni, molekullar, elə bil ki, oradakı hava molekulları uzaqlaşır və sıxlıq azalır və nəticədə hava şarı yuxarıya qalxır, yəni yüngül olur elə bil. Yenə də burada eyni şəkildə görə bilərsiniz. Müşahidə etmişik. Şüşə qablar vardır ki, soyuq stəkana birdən qaynar su tökdükdə stəkanın daxili hissəsi sürətlə genişlənir və xarici hissəsi hələ də soyuq qalır və bu qeyri-bərabər genişlənmə gərginlik
Şüşə qablarda soyuq stəkana birdən qaynar su tökdükdə stəkanın daxili hissəsi sürətlə genişlənir, xarici hissəsi isə hələ soyuq qalır. Bu qeyri-bərabər genişlənmə gərginlik yaradır və stəkan çatlayır. Pirik kimi laboratoriya şüşələri isə istiyə dözümlü olduğu üçün az genişlənən materiallardan hazırlanır. Maşının təkərləri də isti havalarda istidən genişlənmə sayəsində daxilindəki hava genişləyərək partlaya bilir. Futbol topu və ya şar günəşdə qaldıqda istidən genişlənmə sayəsində daxilindəki hava genişlənir. Bu da partlamaya səbəb olur. Gəlin tapşırıqlara baxaq, öyrəndiklərinizi yoxlayın. Sizə deyilir ki, bir ucu divara bərkidilmiş el çubuğu eyni ölçülü M və N təkərləri arasında yerləşdirilmişdir. Çubuq qızdırıldıqda baş verən hadisə üçün hansı müddəa düzgündür? Təkərlərin istidən genişlənməsi nəzərə alınır. Əgər biz bilirik ki, el çubuğu istidən genişlənir, genişlənən zaman bu həm M, həm N çubuğuna təsir edəcək. Bu zaman görə bilərik ki, M daha çox saat əqrəbinin əksi istiqamətində hərəkət edəcək. Yəni saat əqrəbinin əksi istiqamət. Çünki bu el sağa tərəf hərəkət etdikcə M həmin sükunət vəziyyətini saxlamaq üçün M sağa tərəf saat əqrəbinin əksi istiqamətində hərəkətə müşahidə olunacaq. Ona görə də biz bu halda deyə bilərik ki, 2-ni götürə bilərik. Amma N təkəri isə saat əqrəbi istiqamətində dönəcək. Çünki yenə də öz halını saxlanması üçün N hərəkət istiqamətində dönəcək. 5-də isə deyə bilərik ki, 5 halını da götürə bilərik ki, M N-ə nəzərən daha çox dönəcək. Çünki M və N arasında məsafələrə baxsaq, M-də daha çox məsafə mövcuddur. Ona görə də 5-ə götürə bilərik. Ona görə də bizdə cavab 3-5, yəni Y variantı olacaq. Keçək digər tapşırığa. Cisimlər istidən genişlənərsə, onun molekulların ölçüsü necə dəyişir? Biz bilirik ki, istidən genişlənmə zamanı molekulların ölçülərində heç bir dəyişiklik baş vermir. Digər tapşırıqda şəkildə qızdırılan cismin molekullarının vəziyyətinin dəyişməsi təsvir edilmişdir. Bu cisim üçün aşağıdakı müddəalar hansılar doğrudur? Təbii ki, biz görürük ki, vibrasiya hərəkətləri, rəqsi hərəkətləri get-gedə artmışdır. Artan zaman belə çıxır ki, rəqsi hərəkətlərin amplitudarı da artır və nəticədə molekulların hərəkət sürəti artır. Yəni, biz hərəkət sürətini artar götürə bilərik. Molekullar arasında məsafə də artar, çünki sürətlənirlər. Molekulların xətti ölçülərində heç bir dəyişiklik baş vermir, sayında heç bir dəyişiklik baş vermir. Ona görə də 5-i də götürə bilərik, dəyişmir. Ona görə ümumiləşdirsə 1-2-5 halı bu məsələ üçün uyğundur. Sonuncu tapşırığa baxaq. Şəkil A-da alüminium və dəmir zolağını ibarət bir metal lövhənin otaq temperaturda, yəni 20 dərəcədə görüntüsü təsvir olunmuşdur. Bir metal zolaq dedik, 2 metaldan ibarət zolaqdır. Burada alüminium və dəmirdən istifadə olunur. Şəkildə də göstərir. Mavi isə alüminiumdur, qırmızı isə dəmirdir. Alüminium zolağının istidən genişlənməsi dəmirin istidən genişlənməsindən daha yaxşıdır. Yəni alüminium tez genişlənir, dəmirə də elə bir çox istilik lazımdır ki, genişlənsin. Və B və C təsvirlərində hansı temperaturlar ala bilər? Əgər B halına biz baxsaq, görərik ki, alüminium daha çox genişlənmişdir. Alüminium genişlənməsi daha tez baş verir, daha yaxşı. Daha tez baş verdiyinə buna aşağı temperatur bəs edir. Amma C variantında biz görürük ki, dəmir daha çox genişlənmişdir. Dəmir çox genişlənmişdirsə, dəmirə çox temperatur lazımdır. Ona görə də ümumiləşdirsə, burada B variantı götürə bilərik. Əgər düz xətt olsaydı, yəni heç bir dəyişiklik baş verməsə, temperaturlar eyni olardı. Amma biz bilirik, alüminium dəmirdən daha yaxşı istidən genişlənir. O deməkdir ki, alüminiuma az istilik lazımdır. B variantında da biz görə bilirik ki, alüminium genişlənib. Amma dəmirin genişlənməsi üçün daha çox istilik lazım olduğundan C variantında biz 60 dərəcə götürdük. Yəni biz burada nəticəyə gələ bilərik ki, C halında temperatur D halındakı temperaturdan daha böyük olur. Deməli biz bu dərsimizdə molekulların cisimlərin istidən genişlənməsi mövzusu ilə tanış olduq. Öyrəndik ki, cisimlərin istidən genişlənməsi zamanı hansı hallar baş verir
və cisimlərin istidən genişlənməsi, təbiətdə, real həyatda aralarda istifadə olunur və onlara aid bəzi tapşırıqları sizinlə baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.